Salam aleyküm. Demək, Yessamin Fitoklubdayam. Bu Xırdalanda yerləşir. İndi göstərirəm sizə hardan gələ bilərsiniz inşallah. Demək, buradan sizə göstərirəm. Bako Electronics baxın buradadır. Sonra burada Mədəniyyət Mərkəzi də buradadır. Baxın Mədəniyyət Mərkəzi. Baxın orada da svetoforun yanında at heykəlidir. Bax burada cöşə balı var. Sonra meşə balı var. Yulğun balı var. Sonra qara tikan balı var. Dağçəmən balı var. Ən gözəl balılardan biri şabalıd balı. Çox gözəl qan artırır. Baxın propolis. Baxın propolisin suda çıxarışı. Bu çoxdan da yox idi. Mən özüm də axtarırdım. Burada gəldim tapdım. Çox təəssüf olsun. Mən buranı da bilmirdim. İnsanları buradan yönəldirdi Koroğluya. Burada var imiş. Sonra akasiya balı. Baxın bal qaymaqlı. Kəlbəcər balı. Çox şey var ya burada. İmmun sistemini qaldırmaq üçün immunitet məzunu baxın. Çox gözəl. Baxın boymadəran ərəği. Bu yel qovucu. Köp üçün çox gözəldir bu. Sağlamlıq iksiri. Çox gözəldir. Gəlib inşallah bunu da götürə bilərsiniz. 2000 qanı qatıdsa, laxtadsa durultmaq üçün gözəldir. Sonra xolesterin salmaq üçün gözəldir. Bax burada şaxtara ərağı da var. Bu araq deyil, başa düşməyin araq. Yəni adı belə gedir. Çox gözəl öd qovucudur inşallah. Bundan da gəlib götürə bilərsiniz. Qiymətləri də çox münasibdir. Baxın, sirkə balı çox gözəldir. Bal sirkəsi. Üzürlü sayın. Demək, sonra üzüm sirkəsi. Sonra tut sirkəsi. Albalı sirkəsi. Nar sirkəsi. Görün nə qədər sirkələr var ya burada. Şam qozası sirkəsidir. Ağız və tənəffüs yollarını təmizləmək üçün çox gözəldir, mükəmməldir. Yemişan sirkəsi. Sonra Yapon safralı alma sirkəsi. Bax, damarları açmaq üçün tərkibində rutin var. Rutini görürsünüz burada. Bax, bu ağ rutindir. Şaxtərə arağı çox gözəl. Araq deyil də yəni. Adı elə gedir. İnulatin çox gözəldir bu. Tənəffüs yolları iltihabında köməkçi vasitədir. Dərman gül xətmisi, iri bağa yarpağı, sürünən kəklik otu, adı cirə meyvəsi. Çox gözəldir. Mən də almışam bundan evə. Burada gözəl sabunlar da var. Sidr sabunu əsas baxın. Sidr sabunu. Üst səpkilər əleyhinə lasyon. Çox gözəldir. Mən də ev üçün almışam. Gəlib buradan götürə bilərsiniz. Utindi şərbəti. Baxın. Hər zaman bunu deyirəm sizə. Sonra utindi zeytun yağlı uşaqlar üçün çox gözəldir. Sonra utindi yağı buruna tökmək üçün propolisdir, gözəldir. Şəfa vitamini burada var. Qarazirə şərbəti. Bu yalnız fitoklublardadır. Bir də baxın qızıl gül çayı. Meyvəli çay. Yemişan çayı, Məkkəgül. Bu qarışıqlı çaydır da. Sonra bəyaz çay. Qara çay, qızıl gül, kəklotu yarpız. Bunlar səhv eləmirəmsə qarışıq çaylardır da, hə? Yığıntılar da, hə, yığıntılar. Yaşıl çay. Heç olmasa qara çay kimi, yaşıl çay kimi. Zəy daşı, Naxçıvan qaya duzu, Himalay duzu, çox gözəl duzdur. Bax bu Himalay duzu. Sonra Himalay duzu yenə də burada var. Dazotu yağı, bilirsiniz də, bunu mədə-bağırsaq sistemi üçün mükəmməl bir şeydir. Həm də əsəbləri sakitləşdirir. Alaqanqal yağı qaraciyərin bir nömrəli dostudur. Çox gözəldir. Həm də öd qovucudur inşallah. Qarazirə yağıdır, baxın, görürsünüz. Yessamin özünündür bu. Baxın. Sonra kastrason yağıdır. Hamınız bunu tanıyırsınız. Sonra saç üçün burada baxın, sarımsaq şampunu, lavanda şampunu, gizli tikan şampunu. Gizli tikan şampunu gözəldir. Sonra qarazirə şampunu, zeytun şampunu. Baxın, bunun Yessaminin özünə. Yəni fitoklubdur da bu da. Yessamin fitoklub.